Salam dəyərli izləyicilərimiz, xoş gördük sizi. Təhsil TV növbəti podkastını təqdim edir. Belə ki, iyun ayında 4 və 6-cı siniflərin bildiyiniz kimi monitorinqi təşkil olunacaq. Ümumiyyətlə 4 və 6-cı siniflərin təşkil ediləcək monitorinqlərinin məzmununda hansısa bir yeniliklər olacaqmı və yaxud da ki, elə məzmun dəyişmədən qalır və digər sualları müzakirə edəcək studiyamıza dəvət etdiyimiz qonağımızla birlikdə. Studiyamızın qonağı isə Təhsil İnstitutunun Məzmun və Qiymətləndirmə Mərkəzinin Humanitar Fənləri Proqramının şöbə müdiri Turan xanım Zəkəriyevadır. Turan xanım, xoş gördük sizi. Çox sağ olun Gülbahar xanım. Turan xanım, ilk sualımızla başlayaq ki, artıq 5-ci ildir ki, ümumi təhsil müəssisələrinin 4-cü siniflərinin monitorinqi həyata keçirilir. Ümumiyyətlə, belə deyək də, bu ilin iyun ayında keçirilməsi planlaşdırılan monitorinqin məzmun tədris dili üzrə daha doğrusu hansısa bir dəyişikliklər varmı? Bəli. Bu il 4-cü siniflər üzrə monitorinqin məzmununda qismən dəyişiklik olacaq. Əsas etibarilə əvvəlki illərdə olduğu kimidir. Keçən il, sonuncu il biz 3 mətn təqdim etmişdik 4-cü sinif şagirdlərinə və biri onların bədii məzmun idi, yəni nəqli mətn idi, ikisi informativ mətn idi. Bu il isə cəmi 2 mətn əsasında qiymətləndiriləcəklər. Yenə mətnlərin biri bədii məzmunda olacaq, biri isə informativ məzmun daşıyacaq. Artıq 3-cü ildir ki, 6-cı siniflərdə monitorinqə cəlb olunur. Belə deyək də, 4-cü siniflərdən fərqli olaraq 6-cı siniflərdə 3 fən üzrə, belə deyək, əsasında aparılacaq monitorinqlər. Bəs 6-cı siniflərin, belə deyək də, tədris dili üzrə bu baxımdan hansı bir dəyişiklik varmı məzmununda? Bəli, 6-cı siniflərdə dəyişiklik gözlənilir və 4-cü siniflərlə müqayisədə daha çoxdur. Əvvəlki illərdə biz 6-cı siniflərə də 2 və ya 3 mətn təqdim etmişdik. Bunlar bədii və informativ mətnlər idi. Bu il isə onlar 3, 4, 5 bu sayda mətnlərlə rastlaşacaqlar, variantlara görə dəyişə bilir, lakin sual sayı eyni qalmaqla. Mətnlərin xarakteri isə həm bədii mətn görəcəklər, həm informativ mətn görəcəklər, əməli sənəd nümunələri ilə rastlaşa bilərlər orada, eyni zamanda inandırıcı mətnlərlə də və təlimat verici mətnlərlə rastlaşa bilərlər. Tədris dili üzrə, belə deyək, şagirdlərdə hansı bacarıqların ölçülməsi planlaşdırılır? Bu təqdim etdiyimiz mətnlər əsasında şagirdlərdə həm 4-cü siniflərdə, həm 6-cı siniflərdə tədris dili fən kurikulumunun oxu məzmun xətti üzrə 3 əsas standart çərçivəsində suallar təqdim olunacaq. Oxu məzmun xəttinin bir əsas standartı dil qaydalarıdır. Bununla bağlı heç bir sual olmayacaq. Bu məzmun xətti, bu əsas standart ölçülmür. Amma yerdə qalanlar faktoloji qavrama, şərh etmə, əlaqələndirmə, tənqidi təfəkkür və təhlil. Bu əsas standartlar üzrə alt standartların hamısına aid demək olar ki, tapşırıqlar görüləcək. Monitorinq zamanı, monitorinq çərçivəsində şagirdlər hansı tip tapşırıqlarla qarşılaşacaqlar? Say dəyişməyəcək, bunu əvvəldə də qeyd etdik. 4-cü siniflərdə tədris dili üzrə 30 sual, 6-cı siniflərdə isə 25 sual, 25 tapşırıq təqdim olunur. Lakin bu il əvvəlki illərdən fərqli olaraq açıq şəkildə cavablandırılan, yəni tam açıq, yazılı cavablandıran suallarla da şagirdlər rastlaşacaqlar. Belə ki, 4-cü sinifdə 30 sualdan 2 tapşırıq, 2 sual hər mətn üzrə biri olmaqla açıq şəkildə soruşulur. Şagirdlər burada sualı oxuyaraq, sualın bizdən nə istədiyini, tapşırığın bizdən nə istədiyini öncə anlamalı, başa düşməli və tövsiyəmiz odur ki, tələsməsinlər. Ondan sonra sualı yazılı şəkildə cavablandıracaqlar. Bu, ola bilər ki, faktoloji qavrama bacarığını ölçən bir tapşırıq olsun. Ola bilər ki, şərh etmə, əlaqələndirmə və digər standartları ölçən tapşırıqlar olsun. Belə başa düşdüm ki, ötən illərdəkindən fərqli olaraq bu il açıq tipli suallara daha çox yer ayrılıb. Bəli, daha çox yox, sadəcə çox az, yəni 30 sualdan 2 tapşırıq, bu heç 10% də etmir, 2 tapşırıqla soruşulacaq. Burada məqsəd odur ki, şagirdlər beynəlxalq qiymətləndirmələrə cəlb olanda, beynəlxalq tədqiqatlara cəlb olunanda, necə ki, açıq tipli suallara rastlaşırlar. Eyni zamanda məktəb daxili qiymətləndirmələrdə kiçik summativ olsun, böyük summativ olsun, necə ki, onlar açıq suallarla rastlaşırlar. Biz monitorinqdə də bu bacarığı ölçmək istədik, görə şagirdlərimiz hazır tapşırıqlardan, hazır suallar içərisindən cavab seçmək deyil, özləri birbaşa görmədikləri, onlara təqdim olunmayan cavabları mətnin içərisində necə müəyyənləşdirib cavablandıracaqlar. Və son olaraq iyun monitorinqi öncəsi mən istərdim ki, Təhsil TV kameraları vasitəsilə şagirdlərə, valideynlərə mesajınız nə olardı? Öncə onu xüsusi vurğulamaq istəyirəm ki, hörmətli müəllimlərimiz şagirdləri monitorinqə hazırlamasınlar. Monitorinq mövcud real bilik və bacarıqları qiymətləndirmək üçün həyata keçirilir. Bizim
harda olduğumuzu və hara getmək istədiyimizi dəqiqləşdirmək üçün, onun üzərində müəyyən planlar həyata keçirmək üçün həyata keçirilir. Buna görə birinci tövsiyəm odur ki, birinci xahişim odur ki, şagirdləri qətiyyən monitorinq həyəcanına salmasınlar, xüsusi olaraq monitorinq bir imtahan kimi təqdim etməsinlər və monitorinqə hazırlaşdırmasınlar. Dəyərli müəllimlərimiz proqramları çərçivəsində xüsusilə təkmilləşdirilmiş yeni fənn kurikulumunun tələbi çərçivəsində dərslərini qursunlar, şagirdlərdə oxu bacarıqlarını formalaşdırsınlar və çox ciddi şəkildə onlarda mütaliə həvəsi yaratsınlar. Çox təşəkkür edirəm sizə ki, studiyamızın qonağı oldunuz Turan Mən xanım. təşəkkür edirəm dəvət üçün. Bir daha qeyd etmək istəyirəm ki, studiyamızın qonağı Təhsil İnstitutunun Məzmun və Qiymətləndirmə Mərkəzinin Humanitar Fənləri proqramının şöbə müdiri Turan xanım Zəkəriyeva idi. Görüşmək ümidi ilə sağ olun.